Aşağıdakı addımların icrasından sonra nəticəni müəyyən edin. Və ilk olaraq bizə deyir ki, 128-in kubu onluq ədədini yazın. 128-in kubu deyə qeyd edir və mən bunu 2-nin qüvvəti şəklində ifadə edirəm. 2 üstü 7-nin kubu deməkdir bu. Yəni bu deməkdir ki, həmin onluq ədədimiz 2 üstü 21-dir. Daha sonra ikinci addımda nə etməliyik? Həmin birinci addımdakı ədədin üzərinə 8 rəqəmli ən kiçik ikili ədədi gəlməliyik. 8 rəqəmli ən kiçik ədəd o deməkdir ki, 1 və 7 dənə sonunda 0 var. Və bu da 2-nin qüvvətindən desək, 2 üstü 7 deməkdir. Yəni, 8 rəqəmli ən kiçik ədəd 2 üstü 7-dir. Və biz birinci addımdakı ədədin üzərinə, yəni 2 üstü 21-in üzərinə əlavə etməliyik 2 üstü 7-ni. Və daha sonra üçüncü mərhələdə həmin ikinci addımda aldığım ədədin üzərinə 8 üstü 6 onluq ədədini əlavə etməliyəm. 8 üstü 6 ədədini 2-nin qüvvətindən ifadə edib üzərinə gələcəm. 8 2-nin kubunun elə bil üstü 6 deməkdir. Bu da o deməkdir ki, həmin ədəd 2 üstü 18-dir. Və biz ikinci addımdakı ədədin üzərinə, yəni 2 üstü 21 plus 2 üstü 7-nin üzərinə həmin 2 üstü 18-i əlavə edirik. Daha sonra dördüncü mərhələdə nə etməliyik? Üçüncü addımda aldığımız nəticəni 16-lıq say sisteminə çevirməliyik və baxmalıyıq ki, alınan ədəddə 0 rəqəminin sayı nə qədərdir? Və üçüncü addımda aldığımız nəticəni 16-lıq say sisteminə çevirmək üçün həmin ədədləri 16-nın qüvvətinə, yəni 2 üstü 4-ün qüvvətinə gətirirəm. 2 üstü 21-i yazıram. 2 üstü 4-ün üstü 5, bu 2 üstü 20 verir. Əlavə olaraq da 2 üstü 1-ə vururam. Digəri 2 üstü 4 vur 2 üstü 3 deməkdir. Və digəri 2 üstü 4-ün üstü 4, bu 2 üstü 16 verir. Əlavə də 2 üstü 2-yə vurulması lazım gəlir. Bu o deməkdir ki, 16 üstü 5-i 2-yə vurmalıyam. İkinci bunu yazıram. 16 üstü 4'ü 4'e vurmalıyam. Və 16 üstü 1'i, yəni elə 16'da 16 üstü 1'i 8'e vurmalıyam. Daha sonra, bu da plusdur. Daha sonra həmin 16-nın qüvvətində ən böyük 5 görürəm deyə 5-dən üzü 0-a doğru gedirəm. 16 üstü 5-dən 2 vahid var. 16 üstü 4-dən 4 dənə var. 16 üstü 3-dən yoxdur, 2-dən yoxdur. 16 üstü 1-dən 8 dənə var. 16 üstü 0-dan yoxdur. Deməli, həmin ədədi 16-lıq say sisteminə çevirdikdə ədədi aldıq. Və bizə deyir ki, alınan ədəddə 0 rəqəminin sayını müəyyən edin və 0 rəqəminin sayı da olur 3 dənə. Deməli, doğru cavab 3-dür.